Qoç, daxilindəki lideri oyat. Bugün sən yol göstərən olacaqsan. Buğa, sabitlik axtarsan da bugün dəyişiklik sənə rahatlıq gətirə bilər. Əkizlər, yeni bir fikir və ya xəbər səni hərəkətə keçirəcək, ağıllı yanaş. Xərçəng, bugün iç dünyana yönəlmək üçün bir çağırış var, sakitlikdə güc tapacaqsan. Şir, səni izləyənlər var, nümunə olmaq üçün doğru zamandasansa hərəkət et. Tərəzi, bir münasibət sənin balansını dəyişə bilər, öz dəyərini unutma. Əqrəb, hiss etdiklərin sənin həqiqətindir, bugün yolunu inkar etmə. Oxatan, səfər, yeni bir vizyon və ya yeni bir başlanğıc gündəmdə ola bilər. Oğlaq, iş və məsuliyyət arasında darıxmısansa, bugün ürəyini sevindirən nəsə et. Dolça, baxış bucağını dəyiş, fərqli düşüncə səni istədiyin cavaba yaxınlaşdıracaq. Balıqlar, hisslərin səni aldatmır, bugünü duyğusal mesajlar sənə yol göstərəcək. Ritual.az-ın təqdimatında 28 aprel üçün bürc proqnozlarını dinlədiniz. Gündəlik bürclər haqqında məlumat üçün səhifəni izləməyi və videonu bəyənməyi unutmayın.